Bugünkü mövzumuz olacaq Leyli və Məcnun operası. Bugünə qədər həm musiqi nəzəri istinad dərslər, testlər paylaşırdım. Artıq operalar haqqında dərslərimiz olacaq, musiqi əsərləri haqqında dərslərimiz olacaq. Vaxt itirmədən başlayaq dərsimizə. Leyli və Məcnun operasının müəllifi Üzeyir Hacıbəyli olmuşdur. Üzeyir Hacıbəyli nəinki Leyli və Məcnun operası ilə ilk Azərbaycanda ilk milli operanı yaratdı. Hətta bütün müsəlman şərqində ilk operanın yaradıcısı olmuşdur. Hətta Leyli və Məcnun operası ilə bütün musiqi tarixində yeni bir opera növü yaranmışdı. Muğam operası. Leyli və Məcnun operası ilk dəfə Azərbaycanda 1908-ci ilin yanvarında Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə qoyulmuşdur. Gəlin artıq Leyli və Məcnun operasından mahnılara, musiqilərə qulaq asaq. Gəlin ilk qulaq asaq Leyli və Məcnun operasından Leylini qoyma məktəbə getsinə qızların xor ilə səslənir. Səhnədə də görürsünüz, Leylinin anası ilə görüşü baş verir burada. İnsanlar Leylinin anasına deyir ki, Leylini qoyma məktəbə getsin. O vaxt qızların hər hansı bir oğlanı sevməsi həm xalq içində ayıb hesab olunurdu. Leyli və Məcnun bir-birini sevirdi. Oğlan sevə bilərdi, amma qız sevə bilməzdi. Və sonda Leylinin anası Leylini məktəbdən götürür. Leyli və Məcnun heç vaxt qovuşa bilmirlər. Sözləri çox azdır, amma çox gözəl musiqidir. Operasını daha dərindən öyrənmək istəyirsinizsə, ədəbiyyatımızdan da yararlana bilərsiniz ki, Leyli və Məcnun poeması olaraq Məhəmməd Füzulinin adı ilə tanınır. Operada isə Üzeyir Hacıbəylinin adı ilə tanınır.
Bu isə Leyli və Məcnun operasından 3-cü pərdədən rəqsdir. Artıq qızların xorundan sonra Leylinin anasının içinə şübhə düşür. Və Leylinin anasının duyeti başlar. Leylinin anası ona deyir: "Ey uşaq, nədir bu göftülər? Qılmaq sənətə eyibcülər. Niçin özünə ziyan edirsən? Yaxşı adım yaman edirsən." Leyli ona cavabında deyir ki: "Ey Münsi rüzgarım ana, dürcü dürü şifahanım ana. Sözlər dersən ki bilməzəm mən, məzmumumu fihim qılmazam mən." Cavabında Leylinin anası deyir: "Derlər səni eşqə mübtəlasan, biganələr ilə aşinasan. Neylər sənə yaraşan işsə, qəhr ilə sənə siyasət etsə. Min bəd gəl eylə tərki məktəb, bil əbcədini həmincə döyəb." Leyli cavabında: "Mən məktəbə rəyim ilə getməm, bir şül xilafi rəng getməm. Billah mənə həm bu idi məqsud, məktəbdə olurmu tilf xoşnud? Artıq bu sözü mükərrər etmə, lütf ilə məni mükəddər etmə." Leylinin anası əslində ona demək istəyir ki, sən artıq bəsdir məktəbə getdin. Məktəbdə eyni sinifdə oxuyurdu Leyli və Məcnun. Oradan bir-birini görüb sevmişlər. Axı o vaxt icazə yox idi qızla oğlanın bir-birini sevməsinə. Oğlan sevəndə eyib sayılmırdı, amma qız sevəndə eyib sayılırdı. Və Leyli anasının duyeti başlayır. Ey şuf, nedir bu göktü gülen? Kılmak sana hele eybi cülen. Ne için özüne ziyan edirsen? Yaxşı adını yaman edirsən.
hardan, dost şevqi hardan, sen hardan, eş zevqi hardan. Oğlan əcəb olmaz olsa aşık, aşıklık işi, aşıklık işi. Bununla da bizim bugünkü dərsimiz sona çatdı. Oxuyan mahnıların musiqilərini, səslərini mən açıqlama bölməsində qeyd etmişəm. Ora daxil olub baxa bilərsiniz. Sağ olun.